Həqiqət birdir, onu da tapmaq hər kəsə nəsib olmaz. Bu cümləni yəqin ki, həyatınızın hər hansı bir yerində eşitmisiniz ya da özünüz istifadə edirsiniz. Ola bilər. Lakin bu fəlsəfədəki problem odur ki, həqiqəti var kimi qəbul edirik. Yəni bu sözlə həqiqət var və biz onu hər insana nəsib olmaz dediyiniz zaman siz həqiqətin varlığından əmin bir şəkildə deyirsiniz artıq. Beləliklə də həqiqəti ontoloji səviyyədə var qəbul edirsiniz. Lakin belə bir problem var. Postmodernizmlə biz belə düşünməyə başladıq ki, həqiqət dediyimiz şey hekayələrdən ibarətdir və bu hekayələr özünü sosial olaraq reallaşdırır. Misal üçün buna ən gözəl nümunələrdən biri Matrix filmi ola bilər məsəl üçün. Neo simulyasiyadan oyanır, amma oyandıqdan sonra Neonun əsas problemi odur ki, Neo heç vaxt sorğulamır ki, oyandığım dünya simulyasiya ola bilərmi? Oyandığım dünya da simulyasiya ola bilər. Ya da mən həqiqətdə idim, məni aldatdılar və simulyasiyaya saldılar. Bu da ola bilər. Lakin bunların heç birini Neo düşünmür. Və gerçək həyatımızda da postmodernizmlə biz onu düşünməyə başlayırıq ki, əslində bütün bu həqiqət anlayışlarımız, reallıq anlayışlarımız əslində hekayələrdən ibarətdir. Nə bilim, ağlınıza gələ biləcək hər şey. Yəni dövlət, vətən, din, insanın özü belə, öz kimliyiniz belə bir növ hekayədir. Siz özünüzü məsəl üçün təqdim etdiyiniz zaman əslində ya da özünüz haqqında bir şey danışdığınız zaman öz hekayənizi danışmış olursunuz. Beləliklə də sistem bizə onu deyir ki, hər şey və hər kəs hekayələrdən ibarətdir. Və bütün bunlar özünü sosial olaraq reallaşdırır. Sosial qarşılıqlı əlaqələrdə biz bu hekayələri insanlar olaraq reallaşdırırıq.